Azərbaycanda 14 yaşlı qız anası tərəfindən satılır. Cinsi istismar olunan qızın taleyi ilə bağlı artıq bir neçə gündür ki, Azərbaycanda sosial mediada yazılır, paylaşımlar edilir və keçən gün bəlli olub ki, əslində polis qızı dindirib və qız bildirib ki, yox, məni anam buna məcbur etmir, mən özüm könüllü şəkildə bu işlə məşğul oluram. İşin maraqlı yanı budur ki, xüsusən qız uşaqlarının nəinki 14 yaşında, 20-30 yaşında belə özü haqqında qərar vermək, sərbəst şəkildə qərar vermək haqqı olmadığı bir ölkədə 14 yaşında bir qızın mən özüm bu işlə məşğul oluram deyib anam məni məcbur etmir deməsinə bu qədər sakit yanaşılır polis tərəfindən. Əgər bu qanunla mümkün deyilsə bu məsələ ilə bağlı hər hansı bir tədbir görmək, demək ki, qanunda bir boşluqlar var və bunu düşünmək lazımdır. Məsələnin başqa bir yanı var. Bəlli ki, ana mənəvi və əxlaqi cəhətdən çürümüş bir yanaşmaya sahibdir ki, 14 yaşında qızını bazarlayır. Burada artıq elə bir hadisədir ki, biz məsələyə orada nə baş verib prizmasından ya da biz orada maddi durum necədir yanaşmasına yanaşa bilmirik. Çünki söhbət 14 yaşlı bir uşağın cinsi istismar olunmasından, satılmasından gedir. Amma məsələnin başqa bir yanı da var. Ortada bir satan tərəfin cinayəti varsa, bir də 14 yaşlı uşağı alanlar tərəfində onu istismar edən kişilərin nə qədər çürük olduğunu göstərən bir yanı var bu məsələnin. Bu 14 yaşında uşağı cinsi istismar edib, parayla, pulla satın alıb istismar edən o kişilər, hansı ki mən inanıram ki, orada yaşı 18-dən tutmuş, yaşı 60-65-ə qədər yəqin ki, bu kişilərin arasında yaş qrupu var. Yəni 14 yaşında bacısı var, 14 yaşında qızı var, 14 yaşında nəvəsi var və 14 yaşında bir uşağı satın alıb istismar etdikdən sonra bu kişilər evinə qayıdır. 14 yaşında bacısından üzbəyiz oturur, 14 yaşında qızından üzbəyiz oturur, 14 yaşında nəvəsindən üzbəyiz oturur və nə etdiyi barəsində özünə bir hesabat vermir. Mənəvi çürümə elə həddə çatıb ki, ana öz 14 yaşında qızını satdığı kimi Azərbaycanda kişilikdən, namusdan danışan kişilər də 14 yaşında uşağı satın ala bilir və evinə gedib 14 yaşıyla qızıyla, bacısıyla, nəvəsiylə üz-üzə otura bilir və heç bir xəcalət hissi çəkmir və mən əminəm ki, bax o 14 yaşında uşağı istismar edən kişilər biz hər hansı bir məsələdən danışanda, qadın haqlarından danışanda böyük-böyük statuslar yazıb bizə namus dərsi keçirlər. Mən əminəm ki, bu 14 yaşında uşağı və uşaqları, qız uşaqlarını istismar edən onlarla erkək var ki, onlar sosial şəbəkələrdə namus qəhrəmanlarıdır. Ölkədə qorxunc bir mənəvi, toplumsal bir mənəvi çürümə var və bu mənəvi çürümənin içərisində də yenə də ən çox əziyyət çəkən qadınlar və uşaqlardır.